vurur, gözü dönüb. Mən ağlayıram uşaq qucağımda, mən buradan polisə yazdım ki, kömək edin. 31 yaşlı Mehriban Ağabalazadə həyat yoldaşı qətlə yetirib. 68 yaşlı Ana xanım Abilova doğma oğul tərəfindən həyatına son qoyulub. 46 yaşlı Səbirə İsmailova qardaşının bıçaqlı hücumuna məruz qalıb. Bu adlar cari ilin ilk 3 ayında zorakılıqla üzləşən onlarla qadından sadəcə bir neçəsidir. Bütöv bilinir rəqəmləri isə vahiməli səslənir. 1176 qurban, 40 ölüm faktı. Sənin yaxınların da ailə dağılmasın, ayıbdır, adımız var, deyirlər və sən yavaş-yavaş yerində oturursan. Nərgiz Mahmudzadə kimi özünü şanslı hesab edənlər də var. Adı 40 nəfərin siyahısında olmadığına görə. Qonşuluqda yaşayan nənəmgil, ana nənəmgil. Artıq şiddətə dözə bilmirdim, gecə ilə qaçdım onlara. Onlara güvəndim, sığındım, sabaha mənim əlimdən tutub gətirdilər. Üzr istədi, bir daha eləməyəcək. Yalvardım, inanmayın. O gündən sonra mənim günüm daha da ağırlaşdı. Çünki evdən qaçmaq sənə bir negativ bir şey, minus gətirir. Zorakılığa məruz qalan bir çox qadın sığınacaqlara üz tutmalı olur. Amma qurbanın sığınacağa yerləşdirilməsi xilas demək deyil. Sadəcə müvəqqəti mühafizə imkanıdır. Əsl təzyiq elə bundan sonra başlayır. Təəssüf doğuran məqam odur ki, bu təzyiqlər adətən elə qohumlar tərəfindən həyata keçirilir. Baxmayaraq ki, hansısa formada söz veriblər, akta qeyd ediblər ki, yox, biz bu məsələni mütləq şəkildə özümüz tənzimləyəcəyik, müdafiə eləyəcəyik, falan eləyəcəyik, amma sonraki prosesdə bir müddətdən sonra qadını məcbur edib həmin zorakılıq mühitinə qaytarırlar. Və bu prosesin yarımçıq qalmasına gətirib çıxardır. Travma tamamilə aradan qaldırılmır, müəyyən edilmir, ona yaşamağa alışdırmaq mümkün olmur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən deyilir ki, prosesdə iştirak etməli olan qurumlar ümumi vəziyyətdən əlbəttə ki, xəbərdardılar. Əsas məsələ məişət zorakılığının kriminallaşdırılması və cinayət məcəlləsində bununla bağlı yeni maddənin əlavə edilməsi, eyni zamanda qısa müddətli mühafizə orderinin polis əməkdaşları tərəfindən verilməsi məsələsi də hal-hazırda gündəmdədir. Bununla bağlı Dövlət Komitəsinin tərəfindən layihələr hazırlanılır və aidiyyatlı dövlət qurumları ilə razılaşdırıldıqdan sonra hökumətə təqdim olunacaqdır. İndi biz yalnız baş verən hadisələrdən sonra bir canlanma gedirik, düşürük, ora qaçırıq, niyə belə baş verir bu? Amma hadisəyə qədər biz tədbir görməliyik ki, hadisə baş verməsin. Təqaüddə olan keçmiş polis rəisi uzun illəri əhatə edən təcrübəsindən çıxış edərək belə düşünür ki, problemin həlli üçün vahid mərkəzdən idarə etmə şərtdir. Şaxələndirilmiş fəaliyyət yox, bütün səlahiyyətlərin bir dövlət qurumuna cəmləşməsi nəticə verə bilər, deyir. Nəzarət də, profilaktika da, onun mühafizəsi də. Şaxələnəndə təbii ki, biri normal yanaşır, digəri dekorativ bir yanaşma sərgilir. Nəzər alınmalıdır ki, məişət zorakılığının qurbanları əksər hallarda elə insan hərbi cinayətlərinin qurbanlarına çevrilir. Evdən baş tutub gedirlər və yaxud da intihar edirlər. Bunların da artsanmaq üçün cinayət məcəlləsində ayrıca fəsil çox vacibdir. Lakin fərqli düşünənlər də var. Sərt cəzalar zorakılığı yox etmir. Bəzən onu sadəcə gizli formaya keçirir. Ekspertlər qorxu üzərində deyil, şuur üzərində qurulan mübarizəni daha effektiv hesab edirlər. Aqressiyanı aqressiya vasitəsilə sakitləşdirmək metodikası çox zaman aqressiyanın gizli formaya keçərək sonra yenidən bir zaman kəsimindən sonra geri dönüşünə səbəb olur. Ona görə də mən düşünürəm ki, burada kifayət qədər qanunvericilik imkan verir tədbirlər görmək. Daha çox hüquqi maarifləndirmə işləri aparmaq lazım. Bəzən məlumatsızlıq ucbatından, hüquqi məlumatsızlıq ucbatından şəxs digərinə qarşı, ailə üzvünə qarşı zorakılıq tətbiq edir. Başa düşmür ki, bunun ağır hüquqi məsuliyyəti var. Güman edirəm ki, hüquqi məlumatlandırma, hüquqi maarifləndirmə işləri görülsə, insanlar məlumatlı olar və məişət zorakılığına bu səviyyədə yol verməz. Qeyd edək ki, ötən il məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1413 nəfər zərər çəkib. Onlardan 237-si kişidir. Türkanə Soy, Ramiq Abbasov, Qadir Əliyev, Etibar Qurbanov, İTV Xəbər.